Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün və növbəti deməli tiraj video icmalımız və bugünkü tirajımızın iştirakçıları olacaqlar. Holikov Centropy adlı sabun bizə bu günləri təqdim olunub. İnanmazsınız, bizim həmyerlimiz Fransiyada yaşayan Vasif bəydir. Buradan ona çox təşəkkürlər edirəm. Çox sevindirici haldır ki, hətta mənim videoları gedib Fransiyaya çıxıb yoldaşlar. Çox sevindirici haldır və bizə test üçün, dələnlənmək üçün, yəni ki, test etmək üçün belə bir sabun göndərib. Mən bilmirəm bu nəticə fokusu necə edək ki, bu avtofokus etsin. Necə edək bunu? Üzüllüsən bir... Aha, yox. Yox. Burada, aha. Görək nə alınır. Yox, etmir. Heç nə dəyişmir. Nəysə, inanaq ki, ümid edirəm ki, siz normal görüntü var sizdə bu yazıların. Holikovdur. Mən indi bu sağ tərəfdə videonun sağ hissəsində yerləşdirəcəyəm. Deməli, bunun orijinal qablaşdırmanı necədir və dalınca da tərkibi nədir? Yağlar olaraq və qoxular olaraq. Qoxular və yağlar haqqında qalanda isə iki növ deməli hazırlanma var bu deməli sabunun. Vegan və hansısa bir belə deyək heyvan piylərdən. Deməli, heyvan piylərdən istifadə olunur, deməli, camış piyindən, belə başa düşdüyüm qədər və qoyun piyindən. Amma vegan bir neçə belə deyək yağlar, amma əsas yağ kakao yağıdır, kakos yağıdır və hər iki deməli sabunda qaymaqdan istifadə olunur və qaymaq hazırlanır deməli uzun qulaq, yəni eşək südündən və camış südündən. Yəni və beləliklə bizdə çox qəşəng bir sabun alınır, çox qəşəng köpüklənir və çox gözəl qoruyur bizi deməli tiraj zamanı müxtəlif bir mexaniki bir çapıqlardan və s. Qoxu olaraq çox mürəkkəb bir qoxusu var. Deməli, bir neçə notlar var tərkibində. Yenə də mən sağ tərəfdə bölüşəcəyəm deməli bunun qoxular və ətirlər haqqında. Burada var deməli yoldaşlar badam, deməli ada çayı, lavanda, mandarin, niroli və kardamon. Bilmədim nədir. Moruq var, sonra keşmeran var, dəri qoxusu da var, hətta muskat qozu var qoxuları. Sandal ağacı, ot və müxtəlif odunsu notlar. Görün nə qədər mürəkkəb bir qoxu var. Mən artıq bunun qoxusuna baxdım. Həqiqətən də spesifik bir qoxu var. Yəni ki, sintetik deyil, çox təbii qoxusu var. Qaymaq qoxusu var və ədviyyatların qoxusu var. Bir çox ədviyyatların qarışıq qoxusu var. Yəni ki, mənə xatırladır, vallahi heç bilmirəm hansı sabunla mən bunu müqayisə edim. Amma ümid edirəm ki, istifadə etdikdə köpük diriləndə, yəni ki, bunun qoxusu açılacaq. Və o alt notalar, üst notalar bunları biz hiss edərik. Amma belə qısaca deyim ki, ədviyyatlar qoxusu gəlir. Yəni bir çox ədviyyatların qoxusu gəlir. Hansısa bir parfümün qoxusu deyil. Yəni təbii ədviyyatların qoxusudur. Çox xoşa gələn bir sözlə. Bir də qaymaq qoxusu var. Yəni ki, belə. Çox sağ olsun. Bir də təşəkkür edirəm Vasif bəyə. Çox sağ olsun ki, yəni ki, baxın görün, yəni Fransadan əziyyət çəkdi. Qardaşına da çox təşəkkürlər. Bakıda bunu mənə çatdırdı. Çox sağ olsunlar. Allah razı olsun. Nə deyək? Sonra bizdə olacaq Yagi Brush'dan belə bir fırça. Çox xırda bir fırçadır.
bunun adı yadımdan çıxdı. Karamel rəngindədir sapı da. Mən tez bir zamanda çatdıra bilsəm indi telefonumdan tez bir zamanda baxım. Bunun adını sizə çalışım tez bir zamanda deyim. Mən çox üzürlü sayın. Kaş öncədən hazır olardım, amma niyə? Deməli, bu deməli porsuq qılından hazırlanır. Tam adı da gedir bu fırçanın Sagrada deyirəm. Familia Sagrada. Və iki halqa, yəni rəngləri ağ və aşağı tubbənd adlanır. 22 milli nodu var. Çox praktik, çox belə deyək, qıvraq bir fırçadır. Çox xoşuma gəlir performansı, yumşaqlığı. Bir də ki, o xırda olduğuna görə loftun sabun yeməyi və suyu özündə hopdurub saxlamağı yəni qaytarır. Bir növ biraz sintetik fırçalara yaxındır və məncə bu məsələ bağlıdır bunun bu loftun xırda olmağına görə deyil. Növbəti iştirakçı olacaq bizim avtoşevimiz yerli istehsal Dastan adlı avtoşevdir. Bizdə hazırlanır Azərbaycanda, yəni digər tərəfində yox. Hardasa yazılmış. Aha, qutusunu da artıq qutusunu atmışam, çox üzrlü sayın. Deməli, tərkibində alkoqol yoxdur. Evkalipt və çay ağacı yağları var. Çox xoşuma gəlir, qoxusu, performansı çox gözəldir. Onu da qeyd edim ki, həm qışda istifadə etmək olur, çünki alkoqolu yoxdur, bir növ biraz yağlı kimidir. Ona görə qışda da istifadə oluna bilər bu avtoşev. Dastan adlı. Dastan müəssisəyə aid olan üstəgəl bir çox məhsulları var, amma tıraşa aid bu avtoşevlərdən deyək ki, bu sulu avtoşevdən əlavə olaraq balzam avtoşevi də mövcuddur. Üz qırxan olaraq olacaq yoldaşlar bizdə Bizon. Kargo şirkətinin alüminiumdan hazırlanıb, biraz rəngi solub. Mən bunu kimyavi təmizləməklə təmizləmişəm deyənə rəngi gedib qaçıb. Yəni ki, sizə də məsləhət görmürəm. Sabunla nə qədər yuyursunuz yuyun, qaynada da bilərsiniz. Məncə heç bir problem yoxdur. Amma spirtdir, sonra nə bilim hansısa bir belə deyək, antiseptik hansısa vasitələrdən istifadə edərkən, yəni ki, ehtiyatlı olun, belə rəngi gedir. 3 hissədən ibarətdir, çox belə deyək, praktik və çox gözəl bir üz qırxandır. 3 hissədən ibarətdir. Sapı, deməli, piltəsi və qapağı. Çox gözəl bir tıraş bəxş edir, yaxındır tıraşın siz necə hiss edirsiniz, sanki siz təzə başlayanlar üçün yəni məsləhətlidir. Siz hiss edirsiniz, sanki üzünüzdə o bir dəfə üz qırxanla üzünüzü qırxırsınız. Növbəti iştirakçı çox sağ olsun Ceyhun abi, onun təşəbbüsü ilə biz bu tiyələri əldə etdik. Buradan salamlayıram. Bizim çox hörmətli Ceyhun abini, hocamızı, ağsaqqalımızı. Bu deməli nədir yoldaşlar? Persona tiyələrdir. Təzə persona tiyələr, bunların adı necə gedir? Gem persona, nəysə belə bir şey. Əvvəllər Prep Lab idi, nə idi? İndi isə onu da qeyd edim ki, Amerika istehsalı, yəni ABŞ istehsalı olan yazını görə bilirsiniz yoxsa yox. Budur, gem yazısı var və nə yazılır? Gözlərim görmür, bilmirəm siz görə bilirsiniz ya yox. Platinum yazılıb yoxsa nə? Platinum Diamond Glide. Vay tonla. Deməli, Platinum Diamond Glide. Çox maraqlı. Made in USA. Budur. Yazıda bu yazıdır. Burada yazılıb, bilmirəm siz bunu görə bilirsiniz yazını ya yox. Görək necə olacaq bu. Digər tərəfdə yazı var. Bəli, eyni yazı digər tərəfdə də var. Belə lazerlə edilib yazı, yəni
çernillə deyil, ona görə yazı çox belə zəif görünür. Belə yoldaşlar, yığırıq bunu, salırıq bizim üzqırxanımıza və baxırıq necə olur. Çox qəşəng budur. Çox xırda çıxıntısı var. Yəni ki, ideal bir çıxıntıdır. Bilmirəm, görə bilirsiniz ya yox. Budur, azca çıxır bildənin altından. Hər iki tərəfdə eynidir. Budur yoldaşlar, deməli bizon və persona gemtiyaları. Neydi onun adı? Yadımdan çıxdı artıq. Nəysə. Budur, bunlar bizim iştirakçılar. Növbəti deməli siz artıq məni üzümü köpükləndirilmiş vəziyyətdə və davam edəcək videomuzu. Hələlik sağollaşıram sizlə. Dəyərli izləyicilər, davam edirik. Budur, artıq köpüyü üzümə çəkmişəm. Sabunu da köpükləndirmişəm. Çox qəşəng köpüyü alınıb. Yoldaşlar, baxın. Çox gözəldir, çox super bir köpüyü alınıb. Bir sözlə, davam edirik. Deməli, bir günlük saqqaldır bizdə və birinci pərdə Holikov'un deməli Sentropi adlı sabun. Və bizdə Gem tiyələr, Gem Platinum Diamond Glide adlı tiyələrimizdir. Bu günləri Carve'dan olan üzqırxan bizon adlı. Budur yoldaşlar, birinci pərdə sona yetdi, nə deyə bilərəm bu vaxta kimi ki, necə qırxdı, inan ki, yəni ki, çox gözəl bir üz qırxandır, çox qəşəng, ümumiyyətlə, yəni ki, hansısa bir vərdiş falan, bir sözlə heç nə lazım deyil bu üz qırxandan üz qırxmaq üçün, heç nə hiss olunmur, çox komfortludur həddindən artıq. Nə bilim, bucağı seçim filan, yəni heç nəyi düşünmürsən, sadəcə olaraq tıraşdan həzz edirsən, belə deyəlim. Bu birinci pərdə idi, indi görək ikinci pərdədə deməli böyümənin əksinə necə qırxacaq görərik. Hal-hazırda köpüyü üzümə çəkim. Qoxu haqqında yoldaşlar, qoxu həmin mən qabdan mənə gələn qoxu heç də dəyişmədi, ədviyyatların qarışığıdır, qaymaq qoxusu ilə qarışığı.
belə bir qoxu var. Yəni ki, belə deyim, spesifik bir qoxudur. Birinci dəfədir belə bir qoxu hiss edirəm, belə deyək. Heç bir parfüm falan bir qoxusu yoxdur. Təbii qoxular. Budur yoldaşlar, bölmənin əksinə çalışaram danışmayayım, tez bir zamanda tıraşı sona yetirək və ümumi artıq fikrim də var. Bir sözlə davam edirik. Budur yoldaşlar, ikinci pərdə də sona yetdi. Tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza. Budur yoldaşlar, davam edirik. Məncə çalxalamağa ehtiyacı yoxdur ümumiyyətlə. Yağlıdır, hiss olunur əllərdə ki, aftershave yağlı. Çox qəşəng aftershave'dir. Qoxusu çox xoşa gələn, çox qəşəng. Yağlığı var. Bəyəndim. Budur yoldaşlar, tıraşımız demək olar ki sona çatdır. Deməli nə deyək, aftershave mükəmməldir, çox xoşuma gəldi, çox bəyəndim. Onu deyə bilərəm ki, artıq demişəm, bir də təkrar edirəm, o ki yağlığı var tərkibində və alkoqol yoxdur. Nəinki yay aylarında, həmçinin qış aylarında da istifadə etmək olar, mənim fikrimcə. Qoyaq qırağa. Sabun haqqında nə deyə bilərəm? Sabunun performansı çox gözəl oldu yoldaşlar. Çox xoşuma gəldi. Çox qəşəng sabundur. Düzdür, mən suyu çox əlavə etdim. Və köpüyü də bizdə çoxaldı, belə deyək. Və bubble'lar xırda olmadı. Biraz mən hələ üzdə də onu köpükləndirdim. Bir növ biraz planlaşdırdığımdan daha uzun çəkdi köpükləndirmə prosesi. Belə deyək, xoşuma gəldi performansı, pis deyil, sürüşkənliyi falanı qorumağı. Düşünürəm ki, elə bil ki suyu az olsaydı, sabunu çox olsaydı, effekti tamamilə başqa cür olardı. Amma ümumilikdə performansı pis deyil, yaxşıdır, çox gözəldir. Mən deməli bu video çəkilişə başlamamışdan öncə deməli saytlarına keçdim və hal-hazırda bu sabun endirimdə idi. Deyəsən 15 dollara idi. Deməli 140 qramlıq bir qab. Bir sözlə. Yəni bunu da nəzərə alaq. O xarici sabunların qiymətinə baxanda, yəni qiymət münasibidir. Tıraş, deməli, aftershave dedim də, aftershave haqqında bir söz deyə bilmərəm. Sabun da dedim, yəni ki, performansı özünə uyğun olaraq kifayət qədər keyfiyyətlidir. Bizim bu üz qırxanımız və tiyələrimiz. Tiyə üzdə hiss ümumiyyətlə olunmadır. Yəni sanki belə deyək də,
Sadə o bir dəfə üz qırxanla üzünüzü qırxırsınız. Yəni ki, belə heç hiss olunmadır üzdə tiyə və tiyə kifayət qədər də performansı yaxşı idi. Düzdür, bu bizona nə tiyə yerləşdirirsən, yerləşdir, onsuz da heç nəyə hiss etməyəsən. Mənə elə gəlir ki, seçim düzgün seçim deyildi. Sadəcə olaraq o ki, bir günlük saqqal idi və tıraş olunurdum. Yəni, dünən, bir də bugün. Ona görə düşündüm ki, biraz belə deyək də, mild bir üz qırxanla üzümü qırxım. Mənə elə gəlir ki, bu deməli bizim Persona Game Platinum Diamond Glide adlı bu tiyələrə bir növ ayrı bir üz qırxanda da şans vermək lazımdır ki, görək özlərini, öz performansları necə göstərirlər. Bildiyim qədər 2 dəfə istifadə etmək olar. Görək, ikinci dəfədə yenə də həmin bu tiyəni istifadə edəcəyik. Məndən bu qədər yoldaşlar. Ümid edirəm ki, videodan xoşunuz gəlib. Çox sağ olsunlar deməli bu video üçün bizə təqdim etdiklərinə görə tiyələri, misal üçün Ceyhun abiyə buradan salamlar və Vasif abiyə də çox təşəkkürlər. Holikov adlı bu sabunu dənələmək üçün, yəni test üçün bizə bir qisim göndərdi. Çox sağ olsun, Allah razı olsun. Xoşuma gəldi. Qoxu çox xoşa gələn bir təbii, belə deyək, məhsulların qoxusudur. Yəni ki, həqiqətən də belə deyək, sintetik belə ürək bulanma vermə, belə şeylər yoxdur. Yəni çox xoşa, az qala yemək istəyirəm. Yəni elə bir qoxu gəlir. Zarafat edirəm və yəni ki, həqiqəti deyirəm. Məndən bu qədər yoldaşlar. Fırça haqqında heç bir söz demədim. Fırça, yəni ki, məhz bu hal üçün düzgün seçim idi ki, mən çox az miqdarda sabun götürdüm və köpükləndirdim. Məni vəziyyətdən çıxardan, yəni ki, işdi mən biraz böyük fırça götürsəydim ya falan, heç zət alınmayacaqdı məndə. Amma görünən odur ki, yəni performansı çox qəşəngdir. Kifayət qədər yumşaqdır və tez bir zamanda köpükləndirir. Yəni nisbətən təbii ki, yəni ki, böyük porsuq fırçaları istifadə etsək, turbent, yəni 2 xalqalı. Bir sözlə, yəni performansı çox xoşuma gəldi. Deməli, Sagrada yadımdan çıxdı. Yagiya məxsus olan bir fırça idi. Familiar Sagrada, bəli, yadıma düşdü. Bir neçə növ var, deməli sintetik də var, eyni adda. Bu 2 bənd də var, 22 milli də var, 24 milli də var, səhv etmirəmsə. Bir sözlə, Yagi'nin AliExpress'dəki dükanda. Məndən bu qədər yoldaşlar. Sağ olun, gələn görüşlərə dək. Sağ olun.